lobyalı nar salatı hazırlayacağım. Bunun için ben bir böyük döşəkini götürüb qaynadıb hazırlamışam. Bir ədəd turşu xiyar götürmüşəm. 2 baş qırmızı soğan götürmüşəm. 1 stəkan lobya götürmüşəm. 1 dəstə kişniş və 1 ədəd nar götürmüşəm. İndi onları qarışdırıram. Həmin qarışımın üzərinə zövqə görə tuz, qara istiot və mayonez töküb qarışdırıram. Mayonezlə bərabər bir qaşıq da qaymaq vururam. Çox gözəl, dadlı bir salata alındı. Siz də çalışın hazırlayasınız. Mən indi onu servis edirəm. Yiyecek ve hazırlayacak herkese nuş olsun. Videomu beğenip kanalıma abone olmayı unutmayın.